evdən çörək almağa çıxanda evdə adam olmadığı müddətdə evimi bütün əşyalarla bərabər hamısını torpağın altında qoydular. Paytaxtın Nəsimi rayonunda, daha dəqiq desək Azadlıq prospekti 104 ünvanında vətəndaşın evi qanunsuz şəkildə sökülüb. Xanımın iddiası budur. Sakinin sözlərinə görə 2021-ci ildə sökülən və yerinə inşa edilən bu tikilinin bir hissəsi xanımın evi olub. Dildə dedilər ki, sizə 3 otaqlı, 2 otaqlı, bax o Novostroyka tikilsin, oradan sizə ev verəcəyik. 2 il tamam oldu, kirayə haqqımızı da 2 il verirdilər. 2 ildən sonra yaxınlaşdıq ki, mənim istəmirəm kirada qalmağımı, mənim evimi qutarıb, ver mənim evimi. Dedi, mən evi tikib satıb qutarmışam. Evim yoxdur verməyə. Apardı bizi şirkət sahibi. Bizi apardı verdi Nəsimi rayon məhkəməsinə ki, bizim adımıza olan bu evin kupçası ləğv olunsun. Nəsimi rayon məhkəməsində iş araşdırıldı, yoxlanıldı. Ekspertizəyə 3 dəfə ekspertiziya təyin olundu. Gəldi, təsdiqləndi ki, mənim evimin yeri 240 kvadratdır. Şirkət dedi ki, mənim evim yoxdur. Şirkətində iddiası ləğv olundu. Dedi, vətəndaşın kupçasını mən ləğv eləyə bilmərəm. Get, vətəndaşı razı sal. Təmin elə. Biz, amma vətəndaşlar səhv edib Yasamal rayon məhkəməsinə vermişik ki, yaxşı evin yoxdur, onda ekspertiziya təyin olunsun, qiymətləndirmə təyin olunsun. Mənim real evimin 240 kvadratdan real bazar qiymətinə kompensasiyam ödənilsin. Mağaza yerimi də mart ayının 5-i 6-sı gəldilər dağıtdan da. Biz yenə də bütün qurumlara zəng elədim. 15 gündən sonra dedilər, gedin dağıdın. Gəldilər, dağıtdılar. Şirkət sahibinə dedim, nəyə görə dağıtsa? Mən 500 manata arenda vermişdik. Deyirlər, mağaza yerimi sənəti yoxdur. Amma 38 ildir mən bunu işlədirdim mağazamı. Bunun bələdiyyənin də xəbər vardı, icran da. Bütün qurumların xəbər var ki, mən 38 il Ermənistan qaçqını olmuşam. 38 il mən mağaza işlədirdim. Mənim mağazama bitişi 60-70 kvadratlıq mağazaydı birlikdə. Ona nətə milyon yarım pul verdi, sənəti var idi. Mənim də 20 kvadratıma sənət sizin qiymətini versin. Mən razıyam. Məsələ ilə bağlı tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da təəssüflər olsun ki, zənglərimiz cavabsız qaldı. İndiki halda xanım məhkəməyə müraciət etməkdə tamamilə haqlıdır. Çünki hüquqlara dair çıxarışın əlində olduğu halda digər bir şirkət tərəfindən, tikinti şirkəti tərəfindən söküntü işlərinin aparılması və eyni zamanda yerində yarımçıq tikilinin icra olunması bu birmənalı şəkildə qanunvericiliklə qadağan olunmuşdur. Bildirmək istəyirəm ki, xanım tikinti şirkətinin qanunsuz davranışları nəticəsində törətdiyi hərəkətdən dolayı tikinti şirkətini Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etməklə orada cinayət faktının olması ilə bağlı ərizəni təqdim etməlidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-1-ci maddəsinə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başına alınmalıdır. Digər bir tərəfdən işin mülki qaydada həlli üçün isə xanım tamamilə haqlıdır ki, məhkəməyə müraciət etsin. Hətta tikinti işlərinin dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri barədə qərarda əldə etməlidir. Bunun üçün ərizə verməlidir. Eyni zamanda tələbini də bu şəkildə qoymalıdır ki, ya tikinti şirkəti tərəfindən ona məhrum olduğu əmlaka görə alternativ əmlak təqdim olunsun və ya onun haqqı ona ödənilsin. Əlbəttə ki, bu haqq tərəflərin qarşılıqlı razılaşması ilə mümkündür. Tikinti işlərinin onsuz da dayandırılıb, tikintinin sökülməsi, xanımın əmlakının sökülməsi nəticəsində ona vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı məhkəmədən qərar istəyə bilər. Eyni zamanda bildirmək istəyirəm ki, tikinti şirkəti tərəfindən də baxmayaraq ki, yarımçıq tikinti işləri aparılıbdır, xanımı həmin tikintiyə şərik olmaq təklif oluna bilər və ya gələcəkdə əldə olunacaq gəlirin müəyyən bir hissəsinin xanıma təqdim olunması ilə bağlı təklif oluna bilər.